ortalamaq da mümkün olmur. Və ilk halı Macarlar qazandı. Ardınca da hesabı bərabərləşdiririk. 1-1 olur hesab. Yığmamız birinci setdə ilk halı qazanır. Baxırıq, burada blokdan top meydana. Nikolas top oyuna daxil edəcək. Gurski'dən ötürmə, mərkəzdən qurulan bir hücum, yaxşı hücum alındı. Nikolenko yaxşı qurulmuş hücumu komandamıza xal qazandıran zərbə ilə tamamladı. 13 nəhayət indi bu olducar servisi yerinə yetirir. Liberamız qəbul etdi və Gurski'nin ötürməsindən sonra əla bir zərbə. 18-ci xalı qazanırıq. Baxırıq bir daha epizodun təkrarına. Daxil edəcək. Abludan servis. Blok yaxşı oynadı və hesabda önə keçirik. 21-20. Bəli, bir daha təkrar edirəm. Bu seti götürə bilərik. Bu set bizim ola bilər. Baxırıq, zərbə dəqiqdir. Nikolenko 23-cü xalı qazandırırıq. Nikolenko Arzul ikinci servis. Üç-0 olur hesab. Qəbul rəqib komandada yaxşı alınmadı. Zərbə idi. Marcel Peşti. Gurski'dən ötürmə. Və bu hücum bizə xal qazandırır. 8-9 olur hesab. Macaristan yığması bürüyüb arenanı. Yaxşı hücum qurmalıyıq. Xal götürə bilmədiyi rəqib hücumları. Daha bir hücum ama blokumuz yaxşı oynadı. 24-24 olur hesab. Və bu isə o deməkdir ki, bundan sonraki bölümdə artıq 2 xallıq fərqə qədər davam edəcək. Bu set 24-24. Melnikov top oyuna daxil etdi. Gurski. Qüvvətli zərbə. Blokdan geri qaydan top. Çətinliklə də olsa xilas edirik. Rəqibdən daha bir hücum. Blok və top meydanı rəqib hissəsində yerə düşür. Nikolenko 25-ci xalı qazandırır komandamızı. 25-24. Set point Azərbaycan üçün. Time-out götürür Macaristan komandası. Bərabərləşdirir hesabı. Yegor Nikolenko. Onun zərbəsi blok tərəfindən dəf edilmədi. Qüvvətli zərbə dəf edilir. Biz də rəqib hücumunu dəf etdik. Növbəti hücumu da dəf edirik. 14-23.